Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki bugün Allah Müteala'nın bendeleri için vacib buyurduğu mövzulardan biri olan, əməl edilməsinə bir çox göstərişlər olan vədə vəfa etmək barəsində danışacağıq. Qur'an-ı Kərimə və hədislərə diqqət etdikdə görürük ki, Allah Müteal bəndələrinə vermiş olduqları sözə əməl etməyə və bəndələrini eyni zamanda vədələrinin üstündə durmağa təşviq edir. Qur'an-ı Kərimə də diqqət etdikdə, Qur'an-ı Kərimdə Allah Müteal buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu avfu bil uqud. Ey iman gətirənlər, vədələrinizə vəfalı davranın və əhd peymanlarınızın üstündə durun. Yəni bir adama söz versəniz, kiməsə söz vermiş olsanız, mövzunun nə olmasından asılı olmayaraq, vermiş olduğunuz sözü icra etməyə çalışın. Hətta Qur'an-ı Kərimin bir ayəsində, Tövbə surəsində Allah Müteal buyururdu ki, Bismillahirrahmanirrahim. Və mən əvfə bi əhdihi minəllah. Allahdan daha çox öz vədinə vəfa edən kimdir? Heç kim. Yəni Allah Müteal bunun nə dərəcədə müsbət bir keyfiyyət olduğunu bəndələrə, insanlara xatırladır. Hətta biz diqqət etdikdə görürük ki, Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm, Allahın salamı olsun ona və onun pak əhl-i beytinə, bir hədisdə buyururdu ki, Mən kənə yu'minu billah vəl yevmil axir fəlyəfi izə vəad. Allaha və axirət gününə inanan kimsə, iman gətirən kimsə, verdiyi vədə vəfa eləsin. Yəni bu mövzu bu qədər əhəmiyyətli bir mövzudur ki, İstər Qur'an-ı Kərimdə, istərsə də hədislərdə buna bir çox vurğular edilir. Həm də diqqət etdikdə Allah Müteal bir insan bir mövzuda kiməsə söz verirsə, öz vədinə xilaf çıxırsa bunu xoşlamır. Ona görə Səf surəsində Allah Müteal buyururdu ki, Ya eyyuhellezine amenu lima taquluna ma la tef'alun. Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi nəyə görə deyirsiniz? Əgər bir şeyi etməyəcəksinizsə, onu nəyə görə söz verirsiniz? Kəbura məqdən indəllah ən təqulu mə lə təf'alun. Etməyəcəyiniz bir şeyi deməyiniz, yəni kiməsə söz verib onu etməməyiniz Allah yanında pis bir işdir və Allah Mütealın qəzəblənməsinə səbəb olur. Biz diqqət etsək, İslam dinində, İslam dini əməllərə əyani olaraq qiymət verir. Yəni bir insan deyirsə ki, mən əhdə vəfa eləyən insanam. Bu söz olaraq o qədər də dəyərli deyil. Bu əgər əməli olaraq əyani şəkildə özünü göstərmiş olursa, onda bir dəyər və keyfiyyət qazanmış olur. Ona görə Hz. Əli əleyhissalam buyururdu ki, insanların namazlarının, oruclarının çoxluğuna, onların gecəni ibadətlə başa vurmasına diqqət etməyin. Diqqət edin ki, onlar nə dərəcədə doğru danışırlar, nə dərəcədə əmanətə xəyanət etmirlər, əmanətə qarşı sadiq şəkildə davranırlar və öz vermiş olduqları sözlərə nə dərəcədə vəfa eləyirlər. Bu qədər önəmlidir. Və ona görə Allah Müteal istəyir ki, bəndələr vədə xilaf çıxmış olmasınlar. Bu təkcə dini mövzularda deyil, hər hansı bir mövzuda, insani münasibətlərdə, kimsə kiməsə bir söz verirsə, o vermiş olduğu sözün üzərində durmalıdır. Bu elə bir məsələdir ki, insani münasibətlərdə əgər buna diqqət edilmiş olsa, onda insani münasibətlər də müsbət mənada inkişaf eləmiş olacaq. Biz cəmiyyətə də diqqət etdikdə görərik ki, bir cəmiyyətdə insanlar artıq bir-birlərinə qarşı çox etimadla, güvənli şəkildə davranırlar. İnsanların bir mənada bir-birlərinə güvənsiz yanaşmalarının səbəbi elə zaman-zaman vermiş olduqları sözləri bir-birinə qarşı tutmamaları halından baş verir ki, bu da ümumi şəkildə cəmiyyətin ziyanına gətirib çıxarır. Ona görə diqqətli olmalıyıq ki, Allah Mütealın bizim üçün vacib buyurduğu mövzulardan biri olan vədə vəfa etməyə diqqət edək və bununla da bilək ki, bu özü bir əməli şəkildə həyata keçirilən ibadət olaraq bilinir.